Neftçinin 17 komandası AFFA-nın təşkil etdiyi Boxer 17 liqasında növbəti qələbəsini qazanıb. Baş məşqçi Elşad Əhmədovun yetirmələri 17-ci turda Zirə klubunu 2-0 hesabı ilə məğlub ediblər. Dalğa Arenanın ehtiyat meydançasında baş tutmuş və komandamızın üstünlük şəraitində keçmiş görüşdə hər iki qolu İbrahim Əliyev vurub. Oyundan sonra İbrahim Əliyev fikirlərini Neftçi TV-yə bildirib. Çox çətin keçdi, bütün oyunlar olduğu kimi çətin keçdi oyun. Buna baxmayaraq qələbə qazandıq. 2 dənə qol bulmaya baxmayaraq bütün komandamıza hamı təbrik edirəm bu qələbə münasibəti ilə. Birinci yerdə inşallah o birinci yer pilləsinə düşməliyik aşağı. İnşallah məqsədimiz çempion olmaqdır. İnşallah çempion olarıq. Bütün uşaqları bir daha təbrik edirəm. Qeyd edək ki, Neftçi hazırda 44 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.